Mən Xəqani Abdullayev, Milli Aviasiya Akademiyasının İnformasiya Texnologiyaları Mərkəzində proqramlaşdırma qrupunun qrup rəhbəri vəzifəsində çalışıram. Artıq 3 ildir ki, Java Backend Development-la məşğul oluram. Həmçinin Milli Aviasiya Akademiyasında müəllim kimi də fəaliyyət göstərirəm. Universitetə qəbul edərkən 2016-cı ildə topladığım bala əsasən ən prestijli ixtisas məhz kompüter mühəndisliyi ixtisası idi. Həmin dövr üçün də bu ən optimal seçim idi mənim üçün. Onu seçəndən sonra artıq mən ixtisasımla daha dərindən maraqlanmağa başladım və proqramlaşdırma mənim üçün hədəfə çevrildi. Java proqramlaşdırma dilini də bundan sonra öyrənməyə başladım. Professionallardan məsləhət aldım. Ən optimal proqramlaşdırma dili kimi bu sahədə mənə Java-nı məsləhət gördülər. Artıq Java-ya gələndə mən tamam fərqli bir aləmə sanki keçid eləmiş oldum. Daha fərqli nələrsə eləyə biləcəyimi gördüm. Bundan sonra Java-nı daha dərindən öyrənməyə başladım. Özümün zəif tərəflərimi artıq müəyyənləşdirdim. Bir sıra kurslar var idi. Mən Developiyanı seçdim. Real işlərlə məşğul olmağım mənə təlimləri daha yaxşı qavramağa kömək etdi. Daha çox Advanced Java-nı və Web Development üçün istifadə olunan Spring Boot framework-ünü daha dərindən öyrənmək istirdim. Təlimə başladıqdan sonra müəyyən qədər Core Java öyrəndik. Burada daha çox data structure-larla işləmək mənə həmin dövr üçün lazım idi və mən bunları təkmilləşdirdim. Sonda onu demək istəyirəm ki, bu sahədə atdığınız hər bir addım sizin gələcəyinizin təminatıdır. Diqqətiniz üçün təşəkkürlər.